Mehdiyev Surxay Zülfoğlu 1985-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində dünyaya göz açır. Ağdam rayonunu 6 yaşında tərk etmək məcburiyyətində qalan Surxay ailəsi ilə birlikdə Qubaya köçüb orada böyüyür. Surxay hələ uşaq vaxtından idmanla məşğul olur. Dəfələrlə müxtəlif yarışlarda qalibiyyət əldə edib. O həm də güclü şahmatçı idi. Surxayın məntiqi və fiziki gücünün vəhdəti isə onu xüsusi fərqli edir. O, xüsusi təyinatlı olaraq döyüşlərdə iştirak edir. 11 il hərbidə xidmət göstərən Surxay baş çavuş bölük komandiri olur. Murov dağ və digər yüksəkliklərin Füzuli, Hadrut, Cəbrayıl, Qubadlı rayonlarının alınmasında Surxayın xüsusi rolu olub. Mehdiyev Surxayın komandiri olsam da mən bir komandir kimi ondan çox şey öyrənmişəm. O insan döyüşün ən ağır gedən yerlərində bilə bilməzdin də oradan sağ çıxacaqsan, çıxmayacaqsan. Ölməyəcəyi bilə-bilə qabağa getmək çox çətin bir şeydir. Amma Mehdiyev Surxay elə də elədi. Və mən ona nə qədər sözlər desəm, onun nə qədər qəhrəmanlıqlarından danışsam, Azərbaycan dili zənginliyi olsa da, həmin qəhrəmanlıqları ifadə eləməyə sözlər, ifadələr, cümlələr Azərbaycan dilində yoxdur. Biz zabit olaraq fəxr edirəm ki, elə bir şəxslə çiyin-çiyinə bir yerdə döyüşmüşəm. Surxayın komandiri onunla çiyin-çiyinə bir yerdə döyüşən Rüfət Nəbizadə deyir ki, Surxayın bir amalı var idi, yalnız və yalnız irəli getmək. Yəni ən çətin anda belə, o insan öz soyuqqanlılığını heç vaxt itirmirdi. Başa düşürük, çox soyuqqanlı, əsl bir xüsusi təyinatlı kimi heç bir zaman soyuqqanlılığını itirmirdi. Yəni o insanda qorxu yox idi. O insan öz Ağdamdandır, mən də Ağdamdayım. Həmişə mənə deyirdi ki, komandir birlikdə inşallah Ağdama da gedəcəyik. Amma qismət olmadı Ağdama getmək. Qəhrəmancasına şəhid oldu. Qat-qat özümüzdən çox-çox erməni olsa da sayda, olsa da Mehdiyev Surxay bir an belə geri baxmadı. Ancaq onun irəliyə getməyinə görə də bizim digər insanlar da ona baxıb irəliyə getdilər. Ən qabaqda getdi, igidcəsinə döyüşdü, son nəfəsinə qədər döyüşdü. Heç bir zaman məğlub olmaq, təslim olmaq, geri çəkilmək fikirləşmədi. Şuşa sənin, Laçın sənin, Şuşa sənin, Laçın sənin, öz torpağın, öz evindir. Düşmən üzərinə hücuma keçdi. Çoxlu sayda düşməni məhv elədik. O düşməni məhv eləməyimizdən səbəblərindən biri də ki, Surxay qardaşımız idi ki, orada çox cəsur iştirak edirdi. Heç bir şeydən qorxmadı. Hər zaman bizi irəli aparırdı. Yəni geriyə çəkilmə söhbəti yox idi. Hər zaman yox yüksəkliyi verirdi ki, bizə bizimdir. Bizim torpaqdır, biz azad eləməliyik. İndi Surxaydan yadigar qalan qızı Ayşə və balaca Zülfü var. Surxayın qəhrəmanlıq salnaməsi balaca Ayşənin də qəlbinə sirayət edib. Qəhrəman Surxayın qızıyam. Ona görə də heç nədən qorxmuram mən. Hər zaman dik dururam. O atası üçün çox darıxsa da onunla həmişə fəxr edəcək. Mən ümidlə gözləyirəm, bir gün görəcəm onu. Bir gün çıxacaq qarşıma. Elə bilirdik ki, o başqa rayondadır. Amma deməmiş o da müharibədəymiş, özü də ön cəbhədəymiş. Biz hər telefonda danışanda çox rahat danışırdı. Biz də sevinirdik, biz də arxayın olurduq. Deyirdi, hər şey yaxşıdır, narahat olmayın. Yaxşı olacaq hər şey. Surxayın döyüşdə istifadə etdiyi çantası və digər əşyaları Mehdiyevlərin evində ən əziz xatirə olacaq. Şəhidlik zirvəsi. O ali mərtəbə yalnız və yalnız Surxay kimi insanlara qismət ola bilərdi. Saf, təmiz, xeyirxah, qorxmaz və cəsur. Ən böyük qəhrəmanlığı desə, çox təvazökar, belə sadə. Yanında elə bilərdin ki, adi bir adam var. Amma da deməzdin ki, yanındakı adam nələr eləyər. Nə qədər bizə ağır olsa da bir o qədər qürur duyuruq. O anasının borcunu o qədər yüksək səviyyədə yerinə yetirmişdi ki, atası 8 ildir rəhmətə getdi. O hələ bir dəfə onun yoxluğunu hiss elətdirməmişdi.
həmişə mənim qayğıma qalıb. Ailəsinə doğrudan da o qədər gözəl qayğı göstərirdi ki, Surxayın qəhrəmanlığı onun bütün yaxınları üçün qürur mənbəyidir. İndi hər kəs fəxr edir onunla. Onun döyüş yoldaşlarından eşitmişik, bura bizə təsəlli verməyə gəliblər. Onun qəhrəmanlığından nə qədər erməni faşistin öldüyündən danışıblar. Biz onunla qürur duymuşuq həmişə. Biz ondan fəxr eləyirik, qürur duyuruq. Surxay elə uşaqlıqda da onunla həmişə təkcə öz valideynləri yox, ətrafındakı insanlar da fəxr eləyərdilər, qürur duyardılar. Bu gün də təkcə ailəsi yox, onun ətrafındakı insanlar yox, bütün evi, obası, bütün Azərbaycan onunla qürur duyur. Kəndimizdə güllər açmaz, dərilməz, el obamız o torpağa köçməsə, bir küllükdür, daha çiçək bitirməz. Neçə şəhid qanı içməsə, bugün bəli, torpaq şəhid qanı içdi. Torpaq şəhid qanı içməsəydi, o vətən olmazdı. Surxay kimi çox oğlanlarımız şəhid oldu. Ancaq müharibənin öz qanunları var. Şəhidsiz torpaq olmaz. Şəhidlər qanından torpaq güc alar, şəhidlər qanı ilə bayraq ucalar. Bəli, Surxay və onun kimi qəhrəmanlarımız sayəsində şanlı bayrağımız bu gün Qarabağda dalğalanır. Bütün Azərbaycanın fəxr, qürur simvolusan. Nur üzlü şəhidimiz Surxay Mehdiyev. Adın şanlı vətən tariximizin ən ali mərtəbəsində əbədiyyətə qovuşdu. Göstərdiyin şücaətlər, əzmin, qorxmazlığın xalqımızın qəhrəmanlıq dastanında əbədi həkk olundu. Səninlə fəxr edirik.